Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah. Bugün məclisdə hər gün olduğu kimi bir cüz tilavət olunur. Bu ayələri tilavət edəndə Ən'am surəsində 41-ci, 42-ci, 43-cü ayələrə çatdıq. Ondan sonra məclisdə dedim biraz bunun tərcüməsini və indi açıqlamasını versəm yaxşı olar. Zehnimə gəldi ki, sizlə də bölüşüm. Əziz bacılar, qardaşlar ki, məni dinləyirlər. Çoxlarımız bu sualla üzləşirik ki, Allah bizə bəlalar göndərir. Müxtəlif əzablarla, çətinliklərlə üzləşirik. Bunun fəlsəfəsi nədir, hikməti nədir, dəlili nədir? Fəlsəfəsi və hikməti barəsində hər insan üçün, təşkilat üçün, ailə üçün özünə məxsus özəlliyi ola bilər. Günahlarının nəticəsidir, Allah istəyir imtihan eləsin, Allah istəyir məqamını uca eləsin, Allah istəyir tərbiyə eləsin. Yəni, hikmətlər müxtəlif ola bilər. Lazım bir hikmət deyil, o 100 dənə hikməti ola bilər, 100 dənə fəlsəfəsi ola bilər. Amma dəlil olaraq Allah təbarək və teala görürsən ki, Qur'ana müraciət etdikdə bütün bəlaların dəlillərini, yəni xülasə olaraq bir cümlədə demək istəsək, Allah təbarək və teala buyurur ki, فَأَخَزْنَاهُمْ بِالْبَأْسَاءِ وَالْزَرَّةِ لَأَلَّهُمْ يَتَزَرَّعُونَ. Səndən əvvəl ümmətləri biz müsibətlə, fəlakətlə, imtihana çəkdik. Onları bu çətinliklərə, bəlalara duçar etdik ki, yalvarsınlar. Mənə Allaha yalvarsınlar. Mənə boyun əysinlər. Allah təbarək və teala bəndəsinin xeyrini istəyəndə onu belə bir yerə gətirib çatdırır ki, Allaha yalvarsın. Allaha yalvardıqda onun qarşısında səcdəyə düşsün, ona boyun əysin, ona bəndə olsun, Allahı tapsın. Allahı bəndəsini bəzən zülmətin içinə salır ki, onun nurunu görsün. O nurunu gördükdə artıq həqiqi visala çatıb, həqiqi yara çatıb və onda tərbiyə olunur. Bütün bəlalar, bütün imtihanlar və yaranan fürsətlər ona görədir ki, biz İmam-ı Zaman üçün və Allah təbarək və teala'nın yeryüzündə hakimiyyətinin bərqərar olması üçün tərbiyə olaq. Allah istəyir bizi tərbiyə eləsin. İndi bu fürsətlər ki, keçən söhbətlərdə də sizə dedim, Ramazan ayıdır, cümə axşamlarıdır, ziyarətlərdir, namaz vaxtlarıdır. Allah təbarək və teala insanı tərbiyə edir, insana bir fürsətlər yaradır ki, insan öz nəfsinə yox deyə bilsin. İndi ən azından aclıqla, susuzluqla başlanır və sonra müxtəlif şəhvətlərə yox deməklə ucalır insan. Və insan özünü yalnız dinlə tətbiqləməlidir. Yəni Allahın şəriətinə təslim olmalıdır və o şəriətə əsasən hərəkət etməlidir. Dəfələrlə Quranda buyurur ki, onlara din veriləndə, Allahın qanunları və şəriət veriləndə onlar dedilər, bizim öz ata-baba usullarımız var, bu din nəyə lazımdır? Və yaxud hər kəs öz istədiyi yeri qəbul etdi, istədiyi yeri kənara qoydu. Kamil təslim olmadan Allah təbarək və teala onları ayrı qövmlə dəyişdi, onları əzab etdi, onların imanını gördükdə buyurdu ki, ey iman gətirənlər, iman gətirin. Yəni, iman dillə gətirmişsiniz, artıq mənə təslim olun. Bu ayələrdə də Allah təbarək və teala buyurur ki, mən sizə bəlalar göndərirəm. Bu bəlaların nəticəsində siz mənə yalvarasınız, mənə boyun əyəsiniz və yalvardıqda ona görə deyir ki, sizi sındıram. Yalvardıqda ona görə ki, sizi ucaldam. Mənə nə qədər boyun əysəniz, siz xalq qarşısında ucalacaqsınız. Ona görə bütün izzət mənə məxsusdur və mən istədiyimi ucaldaram və istədiyimi əzərəm və zəlil edərəm və kökünü kəsərəm. Amma davamında Allah buyurur ki, bəziləri bəlalarla, çətinliklərlə, imtihanlarla, fitnələrlə üzləşəndə qəlbləri daşa dönür. Mənə yalvarmaq əvəzinə
mənim qarşımda boyun əymək əvəzinə gəlirlər, naşükürlük edirlər, küfran edirlər, mənlə baş-başa qoyurlar, mənim dinimlə baş-başa qoyurlar və Allah Təbarək və Teala sual ünvanında buyurur ki, nə oldu? O bəlalar ki gəlmişdi, onlar mənə yalvarsınlar və boyun əysinlər və özlərini duanın ağuşuna versinlər, mənim ağuşuma tərəf qaçsınlar, məndən mənə qaçsınlar, şeytana üz tutdular. Yəni, görmüşsünüz də, bəzən Allah eləməsə biz bəlalarla üzləşəndə, bəzən bəlanın ağırlığı belə yerə gəlib çatır ki, şeytan bizi Allahdan qırmağa fürsət tapır. Yəni, bu ən böyük fürsətdir ki, biz Allaha çataq. Yalvaraq Allaha. Əksinə şeytan bizi Allahın qapısından aparır. Qırır. Allahdan naümid edir. Hey bizi vəsvəsə etməyə başlayır ki, biz Allaha yalvarmayaq, biz çarə yolunu ayrı yerdən axtaraq və yaxud, məsələn, bu günə qədər namaz qılırdıq, namazımızı zəifləyək və yaxud tərk namaz edək, bu günə qədər dua oxurdu deyək, duanın nə faydası, duadan əlimizi üzək, bu günə qədər heyətə gedirdik, İmam Hüseyin məclisinə gedirdik, Hüseyinci kimi tanıdıq, bu gündən gedək, dəyişək, hicablıydı, hicabımıza alsa, niyə bəlalarla üzlən? Bu şeytanın işidir. Allah 43-cü ayədə məncə buna işarə edir. Buyurur ki, فَلَوْلَا اِذْ جَاءَهُمْ بَأْسُنَا تَزَرَّعُوا وَلَكِنْ قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُوا يَعْمَلُونَ Şeytan onların əməllərini onlara zinət verdi. Onlar o çirkablığın içində o bəla ilə üzləşəndə ki, Allahdan üz döndərməklərinə sanki onunla özlərinə rahatçılıq tapmaq üçün şeytan bir şey onlar yarattı, süni şəkildə bir qısa rahatçılıq ki, yəni hər şeyə dal çevirək, hər şeyin başın bıraxa. Bunu şeytan onlar üçün zinətləndirdi. Niyə? Bunların qəlbi daşa dönür. Düşünmürlər. Tovhidləri zəifdir, Allaha etiqadları zəifdir, Allahı nizam sahibi bilmirlər, Allahı tədbir sahibi bilmirlər və beləliklə bəlalarla üzləşdikdə qırılırlar, sınırlar. Belə sınırlar ki, yığılmasın. Yəni təzədən ondan bir şey hazırlamaq olmasın. Ona görə İmam Sadiq əleyhissalam buyurur ki, axirət zamanda o qədər bəlalar ağırdır ki, bizim bütün şeylərimiz sınacaqlar. Bəziləri küzə kimi palçıqdan əmələ gəlib, cildi düzəlib, quruyub, sınırlar, bir küzə sınır. Bəzən şüşə kimi sınırlar. İmam buyurur, şüşə kimi sınır. Ona ki, şüşə sındıqda yenidən əmələ gəlir, ona hərarət verilir və yenidən düzəlir. Düzdür, o hərarət vermə mərhələsi bizə ağır gələcək. Amma Allah bizi bir qalibə salacaq, bir rəngə salacaq. O nə rəngdir? O Allahın rəngidir, ilahi rəngdir, sibğətullah. Bu Allahın sibğəsi, ilahi rəng Quran terminidir. Və biz ilahi rəng tapsaq, hər işimiz ilahiləşəcək. Addımımız, baxışımız, düşüncələrimiz, tədbirlərimiz, axır kin, küdurət üzərində, təkəbbür üzərində, nəfsanı üzərində olmayacaq. Buna görə də biz gərək bəlalarla üzləşəndə yalvarmağa başlayaq. Və ən böyük bəla İmam-ı Zamanın qeybətidir. İmam-ı Zamanımızdan ayrı düşməkdir. Nə vaxt İmam-ı Zaman gələcək? O vaxt ki, bəşəriyyət əlavə o ki, özünü kadr kimi yetişdirir, tərbiyə olur. Bunlar hamı öz yerində, zuhura hazırlıq. Yalvarmaq həddinə çatsınlar. Yəni, ən azından İmam-ı Zaman əleyhisselamı düşünənlər və ona inananlar yalvarmaq həddinə çatsınlar. Gecələr, gündüzlər, zikirləri bu olsun. İlahi, İmam-ı Zamanımızı çatdırır. İlahi, sənə yalvarırıq, sənin qarşısında baş əyirik. Bu yalvarmaq olmalıdır. Necə insan öz mərizi olanda, xəstəsi olanda, həkimə yalvarır, ona yalvarır, uşağı ölür, can verir. Bu cür Allaha yalvarmalısan. Günahlarla üzləşəndə, tövbə üçün İmam-ı Zaman əleyhisselamı istəyəndə bu cür sən Allah Təbarək və Teala yalvarmalısan. Bəlalar, çətinliklər, müsibətlər ona görədir ki, Allah istəyir, biz ona yalvaraq. Yalvardı, nicat tapdı. Mütləq əmin ol. Allah başını uca eləyəcək. Yalvarmadın,
özünü nəsə bildin, özün istədin nəyisə düzəldəsən, Allahın yəni buyurduğu çərçivədən kənar bil Allah təbarək və təala nə buna bərəkət verəcək, nə də sənə çıxış yolu qərar verəcək, fərəc verəcək, düyünlərin açılmayacaq. Amma 44-cü ayəni də deyim, söhbətimi tamam. 44-cü ayə çox ağır ayədir. Yəni ola bilər hər kəs bunu dərk eləməsin, amma çoxlu suallara da cavabdır. Yaxşı. O kəslər ki, Allahın bəlaları ilə, imtihanları ilə, çətinliklərlə, indi öz günahların nəticəsidir. Ya müxtəlif hikmətlərə əsasən bunun başına gəlib, bu bəlalarla üzləşdikdə qəlbi daşa döndü, Allaha yalvarmaq əvəzinə, Allaha tərəf getmək əvəzinə, Allahın əzabından, onun rəhmətinə qaçmaq əvəzinə gəldi, öz bildiklərini elədi və yaxud şeytana uydu, başladı ayrı cürdə, ilahi çərçivədən çıxdı. Onda nə baş verəcək? Allah buyurur ki, Fətəhna aleyhim əvvabə kulli şey. Bütün qapıları onun üzünə açacağıq. Bütün qapıları onların üzünə açacağıq. Görəsən bir dənə Allaha yalvarmaq əvəzinə Allaha küfr edib, dindən dönüb, namazını tərk edib, şəriətdən çıxıb, ayrı-ayrı işlərlə məşğul olub. Bu günə qədər məsələn, əhli iman, əhli təqva olan bəlalarla, çətinliklərlə üzləşəndə Allahdan üz döndərib, hər şey düzəlib, ticarəti düzəldi, evi, eşi, hər şey sanki düzəldi. Allah Quranda buyurur, bu ki bizi unutdu, o ki mənə yalvarmadı, o ki şeytana uydu, o ki mənim qarşımda baş əymədi, Hizbullah olmaqdan çəkindi və Hizbul şeytanın çərçivəsinə girdi, mən bütün qapıları onun üzünə açacağım dünyada. Qoy biraz şenlənsin, hətta izə fərihu, qoy biraz şenlənsin, ta bizim əzabımız gəlib onu nə edəcək? Bizim əzabımız gəlib onu yaxalayacaq və onu yaxaladıqda o artıq hər şeydən məhrum olacaq. Yəni bir fürsətdir dünyada. Məsələn o ki, bəzi insanlar Allahdan üz döndərirlər, bəzən biz görürük, nəyisə çatdı dünyada. Bu Allah buyurur, o da mənim işimdir. Sən ki möminsən, mənə yalvarırsan, şeytan səni aldatmasın. Ora bax, filan kəs necə yaşayır, o xoşbəxtdir. O xoşbəxt deyil. Sən onun içindən xəbərin yoxdur. Həqiqi aramlıq və xoşbəxtçilik Allaha məxsusdur və Əhl-i Beytin qapısındadır. Mən həmişə demişəm, Həzrəti Zeynəbdə olan aramlıq və xoşbəxtçilik, əsra, şura, Kərbəlada bütün müsibətlər başına gəlib. O xanımdan sual eləsəydə deyərdi, mən xoşbəxtəm və aramam, isteriz içində deyirəm. Hər bir əli aşiqi də bunu təsdiqləyə bilər xanım Zeynəb barəsində. O aramlıq nə idi ki, biz onu axtarmalıyıq. O xoşbəxtçilik hissi nə idi, biz onu axtarmalıyıq və ona doğru getməliyik. Və Allah təbarək və təala həqiqətən öz bəndələrinə mehribandır və bəndəni tərbiyət etmək üçün də biraz çətinliyə sala bilər. Biraz bəlalarla üzləşdirə bilər, imtihanlarla üzləşdirə bilər. Hər tərəfdən böhtanlar, töhmətlər, məsxərələr gələr. Peyğəmbərləri məgər məsxərə etmədilər? Əhl-i Beyti məgər məsxərə etmədilər? Məgər töhmət vurmadılar? Məgər əziyyət eləmədilər? Məgər onun dalıyca danışmadılar? Hər bir şey oldu. Dost, düşmən hər tərəfdən Əhl-i Beytə qarşı oldu. Allahın övliyalarına qarşı oldu. Cəb müqavimət yolunda olanlara qarşı oldu. Bu təbiidir. Allah bunu qərar verib. Allah bunu qərar verib. Niyə? Tərbiyə olsun. Bu şəxs tərbiyə olsun. Bu təşkilat tərbiyə olsun. Bu ailə tərbiyə olsun. İnsanlar tərbiyə olsunlar. Niyə? Allah bunların işi var. Allahın möminlərlə işi var. Allah deyir, siz Hizbullah olmalısınız. Amma Hizbullahın olmaq belə deyir ki, Hizbullah oldu adlandı. Yəni ad verildi birinə. Yox, yük verilir, məsuliyyət verilir. Bu məsuliyyət altında sən tələ sınacaqsan, sən tərbiyə olmamısan, zəifsən. Güclənmək üçün nə lazımdır? Gərək pak olasan, gərək möhkəm olasan, bunlar üçün gərək bəlalarla üzləşəsən. Bəlalarla üzləşdikdə gərək o nuru görəsən, o zülmətin içində o nuru tapasan. İnşallah ki, Allah təbarək və təala bizi o şəxslərdən qərar versin ki, bəlalarla üzləşdikdə Allaha yalvaraq, Allahın qarşısında baş əyək və bu Ramazan ayın gözəl ayıdır, oyanmaq üçün və Allaha tərəf getmək üçün. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.